Harda insan varsa orada problem de var. Siz artık buradan getmişsiniz ve oralarda yaşayırsınız. Benim dostluğumda Norveç'te yaşayan bir hanım vardı. O daima özde jurnalist faaliyetine məşğul idi. O daima Norveç'i tənqid edirdi və mən xoşuma gəlirdi ki, o yaşadığı ölkənin problemlərindən yazır. Yaşadığı ölkəni tənqid edir. Oradakı hansı çatışmazlıqlar var, ondan danışır. Da orada oturup gel burada Bakıda baş verənləri tənqid eləmir. Bakı bizə aiddir. Siz haçan gəlib burada yaşayarsınız, qayıdarsınız, gələrsiniz. Bu ölkənin problemləri də onda sizin problemləriniz olacaq. İndi kimsə deyə bilər ki, güya vətənin problemlərinə biganə qala bilmir. Əzizlərim, əgər vətənin problemlərinə biganə qala bilmirdinizsə, gərək buradan getməyəydiniz. Getməyin özü artıq o deməkdir ki, sən buradan uzaqlaşmısan da, sən buradakı problemlərə dözə bilməmsən, dözmək istəməmsən və getmisən. Güya ki, bunlar bizi özlərindən çox sevirlər. Bizim problemlərimiz haqqında daha çox düşünürlər. Bu yalandır. Heç kəs başqası haqqında özündən daha çox düşünə bilməz. Dünyada belə insan yoxdur. Allah belə birini heç vaxt yaratmayıb. Kimsə belə danışırsa deməli yalancıdır. Yalan danışır. Hamı ilk növbədə özünü düşünür, öz problemlərini düşünür. Daha indi o başqa məsələdir ki, tutaq ki, məsələn, mən özüm tək başına varlı, gözəl, nə bilim, komfortlu, rahat yaşamağı təsəvvür eləyə bilmirəm. Tək başına təsəvvür eləyə bilmirəm. Azərbaycanın özündə məsələn. Niyə görə? Çünki ətrafda çoxlu yoxsul adam var, çoxlu kasıb var, çoxlu problem var. Bu məsələyə lap belə real yanaşaq, gerçək yanaşaq, pafossuz, filansız, pragmatik yanaşaq. Əgər ətraf kasıb-küsubla doludursa, bütün qohumların kasıbdırsa, acdırsa, sən necə rahat ola bilərsən? Birincisi onlar səni rahat qoymayacaqlar, rahat buraxmayacaqlar. Biri gəlib borc istəyəcək, biri pul istəyəcək, nə bilim, biri deyəcək ki, mənim uşağımın işini düzəlt, biri deyəcək, nə bilim, mənim iş məsələmi həll elə, filan məsələni həll elə. İstər-istəməz sən rahat yaşaya bilməyəcəksən. Digər tərəfdən, mənəvi cəhətdən də çətinlik çəkəcəksən. Çünki əgər qonşu acdırsa, qohum acdırsa, qardaşın, bacın, nə bilim, xalan oğlu, dayın oğlu işsizdirsə, acdırsa, bitkə çörəyə möhtacdırsa, çətinlik çəkirsən, sən necə eş-işrət içində yaşaya bilərsən və kef damaq sürə bilərsən? Bu mümkün deyil də, hamımız insanıq. Azdan çoxdan hamının içində bir Allah xofu var. Vicdan var. Bir vicdan duygusu var. Ona görə də istər-istəməz başqalarını da düşünmək zorundasan. Amma gərək o insanların arasında olasan ki, onları düşünə biləsən. Sən gedib Amerikada oturup buradakini düşünə bilməzsən. Buradakini ancaq burada olan, onların içində olan düşünə bilər. Çünki özü də onlarla bir yerdədir. Və özünün yaxşı həyatı da, pis həyatı da ətrafa bağlıdır. Mən hələ 2018-ci ildə prezident seçkiləri ərəfəsində deməli, namizəd olmaq niyyətimi ortaya qoyanda belə bir şuar yazmışdım ki, mən öz ləyaqətim uğrunda mübarizə aparıram. Birinci növbədə. Öz ləyaqətim uğrunda, öz şəxsiyyətim uğrunda mübarizə aparıram. Və sizin də hamınızı öz ləyaqətiniz, öz şərəfiniz uğrunda mübarizə aparmağa çağırıram. Eğer belə bir mübarizədə varsınızsa, gəlin bir yerdə olaq. Çünki güc birlikdədir. Məsələyə doğru, dürüst, vicdanlı yanaşma budur. Yoxsa gedib xaricdə oturup mən sizi özümdən çox istəyirəm, sizi daha çox düşünürəm. Xalqımızın problemi məni belə narahat edir, elə narahat edir. Yalan söhbətdir. Heç kəsi heç nə narahat eləmir. Siz artıq xaricdəsiniz, getmişsiniz. Ya qayıdın, gəlin. Burada bir yerdə ölkəmiz üçün, rifahımız üçün, nə bilim, demokratiya uğrunda, azadlıq uğrunda mübarizə aparaq. Ya da yaşadığınız ölkədə özünüzə həyat qurun, oranın problemləri ilə yaşayın.